Eğer siz de paltar yuyanlarınızın tez xarab olmağını istəmirsinizsə və paltarlarınızı yuyan zaman içindən pis iyi gəlməyini, paltarlarınızdan nem iyi gəlməyini istəmirsinizsə, mütləq və mütləq bu dediklərime riayət etməlisiniz. Birincisi, paltar yuyan maşını qurtardıqdan sonra maşının qapısını bu formada 1 saniyə belə açıq qoymayın. Paltarlarınızı çıxartdıqdan sonra qapısını örtürük. Niye? Çünkü paltar yuyan maşının qapısı açıq qaldığı zaman nem çölə çıxmır. Əksinə, nem içəridə qalır və o paltar yuyan maşının içərisində çökür. Deyirsiniz ki, bəs nə edək ki, nem qalmasın içərisi və qəşəng qoxusu olsun, hər dəfə təmiz qoxusun. Paltar yuyan maşından qurtardıqdan sonra qapısını örtürük və bu hissəni bir az miqdarda açıq qoyuruq. Bəs salam. Və belə olduğu halda nem içərdən yox, buradan çölə çıxır. Yuxarı qalxır və çölə çıxır. O zaman paltar yuyan maşınlarımız nə iyi vermir, nə də ki tez xarab olmur. Əgər video sənə də yararlı olsa, kayd et, mütləq lazım olacaq və səhifəmə takib atmaq unutma. Hələlik.